inkişafımızın unikallığı ondadır ki, bayaq 2500 illik tarixin adını çəkdim. Yəni, xalqlarımız dost tarixən. Dövlət başçıları səviyyəsinə baxaq. Cənab İlham Əliyev və cənab Si Jinping şəxsən dostluq münasibətləridir və bir ifadəyə diqqət cəlb etmək istəyirəm. 2015-ci ildə cənab İlham Əliyevin ölkəmizin başçısının Çin Xalq Respublikasına ilk dövlət səfəri oldu. Bu səfər zamanı Si Jinping Azərbaycan prezidentinə xitabən nə söylədi? Dedi, siz, cənab prezident, Çin xalqının köhnə dostusunuz. Çin xalqının, yəni söhbət 1,4 milyard insanın köhnə dostusunuz. Burada köhnə ifadəsi, bunu bilirsiniz də, köhnə dost, yeni dost, bunlar çox böyük fərqi var və çox böyük mənası var. İllah da siyasətdə. Bəli, siyasətdə iyi. Və cənab prezident ona qarşılığında söylədi ki, sizi Azərbaycanda hamı tanıyır və sizi çox yüksək qiymətləndirir. Siz beynəlxalq siyasətə böyük töhfələr verirsiniz. Və elə Komünist Partiyası, Çin Komünist Partiyasının 20-ci qurultayında Si Jinping belə bir ifadə işlədi. Dedi, Çin Xalq Respublikasının inkişafı bu təkcə bizim inkişafımız deyil. Bu həm də dünyada sülhə, əmin-amanlığa, əməkdaşlığa töhfə verən bir inkişafdır. Yəni, Çinin bu günləri beynəlxalq aləmdə mövqeyi, onun möhkəmlənməsi, o ingilislərin bir sözü var, soft power, yəni yumuşaq hakimiyyət elementləri hesabına olur. Əzələ nümayişi, göz nümayişi, gəlib bombalayarım, gəlib məhv edərəm davranışı yoxdur. İqtisadiyyatından gəlir, investisiya ilə gəlir, vəsait qoyur, o həmin yerin inkişafına səbəb olur, özü qazanır və qarşısındakı dövlət də qazanır. Doğrudan da cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi Si Jinping bu baxımdan çox müdrik siyasətçidir və hesab edirəm ki, bizim inkişafımızda da bu faktorun rolu çox böyükdür. Yəni, burada uduzan tərəf yoxdur. Biz uduruq, Çin udur və regional təhlükəsizlik olduqca əhəmiyyətlidir. Çox sağ olun İmam müəllim.